İnsan dini anlayanda həqiqəti tapır, yoxsa Tam tersini de demək olar. doğrudan? İnsan həqiqəti tapanda dini anlamağa başlayır. Əks halda ona bir zülüm kimi gəlir. Yəni mən məsələn demişəm bunu ki, mən İslamdan çox uzaq bir adam idim. Ümumiyyətlə dindən çox uzaq bir adam idim. Ateist olmusunuz elə. Ateist Aha. demək olmaz. Əslində sırf təmiz ateist yoxdur, onu görə deyə bilmirəm. Hı. Təmiz ateist yoxdur. İnsanların hər birisi arxa planda bir hissi saxlayır. O hiss deyirlər adətən təyyarədə qəza məqamında aşkarlanır. Nə bilim, səngərdə aşkarlanır. Ümid olaraq, yalvarış olaraq. Bu mənada insan özünü tanımır deyəndə ki, mən ateistəm. Əslində o istəyir onu xilas eləsinlər. Onun varlığı bunun üzərində kodlanıbdır. Bu mənada sırf təmiz ateistin mövcud olduğuna inanmıram. Amma ağlın ürəyə yaddaşması, ağlın bir özəl bir yol olaraq ateizmi seçməsi var. Məndə də elə idi. Amma nəysə bir 40 yaşına yaxın, ya 40-dan sonra Quran oxumağa başlayanda çox çətinliklə getdi proses. Nur surəsində birdən ürəyimə düşdü ki, bu sözləri deyən kimdisə, yazan kimdisə, yaxşı adam oxşuyur. Biz də Allah haqqında bunu demək Nur biraz... surəsində. Nur surəsində orada qadınların müdafiəsi ilə bağlı ayələr vardı. Dedim, bu çalışır ki, insanlar bir-birini yargılamasınlar, özlərinə baxsınlar. Kimdilər, bunlar özləri kimdilər? Təəssüf ki, dini təfəkkürdə insanlar daha çox bir-biri ilə məşğuldurlar, özləri ilə məşğul olmaq əvəzinə. Bir-birini təkfir eləyərlər, bir-birinə irad tutarlar, bir-birinə hədə qorxu gələrlər, özləri ilə məşğul olmazlar. Və bu ziddiyyət anlamağa hiss başladım ki, bu Allah bir başqa şeydir, dindarlar bir başqa şeydir, din də bir başqa şeydir yəqin ki. Nəsə bu yol buradan başladı. Yəni o həqiqətə reaksiyadan. Həqiqət elə bir şeydir ki, o sənin qəlbini heyrətləndirir. Eyni zamanda başa düşürsən ki, qəlbin bunu tam əhatə etmə iqtidarında deyil. Başa düşürsünüz? Başa düşürsünüz deyirəm, bir zen ustadının yanına bir başqa ustad gəlir. Biri o birsinə soruşur, başa düşürsən? O deyir, yox. Düz gözün içinə baxır, deyir, yox. Bu çox ilginc bir şeydir ki, mən anlayıram, amma eyni zamanda mən bunu tam olaraq əhatə eləyə bilmirəm. Ona görə buna heyrət deyirlər. Onu həqiqətə reaksiyadan din yaranır insanda. Həqiqətə reaksiyadan yaranmırsa din, o hələ yaranmalıdır adamda. Ona görə də bu əlaqəni mən belə görürəm. Çox maraqlı yanaşmadır. İman. Ümumiyyətlə sizin üçün iman və inanc fərq nədədir? Mən iman sözünü də az işlədirəm, inam sözünü işlədirəm mən. Bu versiyanı işlədirəm. Kök yəqin ki, eynidir. İnanc da, o da türklərdən bizə gəldi, istifadə olunmağa başladı. Amma bir mənası var ki, bu hər hansı inanc ola bilər. Məsələn, kimsəyə inanır ki, qara pişik yolunu keçəndə bunun işləri tərs gələcək də. Bunu da inanclar içərisinə salırlar. İman deyəndə sanki bunu bir qədər təmizləyib, yalnız Allaha isnad eləmək istəyirlər. Belə bir definisiya yaratmaq istəyirlər bu iki söz arasında. Amma mahiyyət eynidir. Hər kəsin inancı nədirsə, hər kəsin təsəvvüründəki Allah nə boydadırsa, onun insanlığı da o boydadır.
Hər kəs əslində inandığı şeylərlə aşkarlanır. Ən önəmlisi də budur ki, dində Allahı tanımaq, tanımamaq deyil ha. Dünyada yaramazların 99%-i Allahı qəbul edirlər. Elə bilməyin ki, yaramazlar ateist olur, elə bir şey yoxdur. Allahın varlığını qəbul edirlər. Amma onlar qəbul eləmirlər ki, Allah xeyrin, ədalətin tərəfdarıdır. Onlar inanmırlar ki, ədalət işləyir, doğruluq işləyir, dürüstlük işləyir Allahın dünyasında. Onların inancına görə əyri yolla da gedib uğur qazanmaq olar. Özünü allatmaq. Onların Allahı, təsəvvüründəki Allah buna göz yumar. Ona görə insan öz inancında mənəviyyatını aşkarlayır. Sənin Allahın nədirsə, kimdirsə, sən də elə olsun. Əgər sən inancında belə bir şey formalaşdırmısan ki, bu cürdə ola, sən elə o olursan. Allah isə deyir ki, inanın ki, Allahı siz doğruluq yolunda taparsınız. Mən Allaha inanan çox adama rast gəldim. Amma doğruluğa inanan adamlara çox az rast gəldim. Dedilər ki, yox, burası belə bir yerdir ki, julik olmasan yaşayanmazsın. Düz istəyirəm sözü. Yox. Yəni sən nadürüst olmasan, təmiz olsan, dürüst olsan yaşaya bilməyəcəksən, dolana bilməyəcəksən. Bu inam, bax bu inancı sorğulamaq lazımdır. Hardan gəlib girib adamların ağlına? Bunlar din kitab oxumayıblarmı? Bunlar Allahı necə kəşf ediblər, necə tanıyıblar? Hansı həqiqətdən gəliblər dinə? Bunlar nə qəlblərini işlədiblər, nə ağıllarını işlədiblər? Bunlar düşünürlər ki, Allah yaramazlığı daha da göz yumur. Allah deyir ki, xardal toxumu boyda olsa belə pislik, elədiyiniz pislik, qayaların içində gizlətsəz belə onu çıxarıb qoyacam qabağınıza. Eyni zamanda bu qorxudur, eyni zamanda həm də ümiddir ki, xardal toxumu boyda bir yaxşılıq da eləsəz, onu da çıxarıb qoyacam qabağa. Buna inanmaq lazımdır. İnananlar buna inanmalıdır. Ki, mən elədiyim pislikdən qaçıb gizlənə bilməyəcəm. O, Habil-Qabil əhvalatını Quranda verirlər, bu Bibliyada da var. Orada Qabil qardaşını öldürəndən sonra baxır ki, qarğa orada bir pisliyini bastırır. Deyir, vay mənim halıma. Mən bir qarğa. Mən deyir, qarğa qədər də deyiləm və pisliyimi bastıra bilməyəcəm. Əslində o elə doğru inama o vaxt gəlir. Başa düşür ki, bundan mən qaça bilməyəcəm. Bu qələti mən elədim. İnsanların çoxsu inanmır. Fikirləşirlər ki, kamera yoxdursa, bizi görmür. Səndən pisliyi eləyə bilərəm. Sonra da üzünə diriyərəm ki, bunu mən eləmədim. Allahın varlığını qəbul eləmək burada əsas deyil. Əsas sən Allahı necə tanıyırsan? Sənin ağlındakı Allah sənə yaramazlıq eləməyə izin verirmi? Əsas inanc bu olmalı. Bilirsiniz niyə o sualı verdim? Müşfiq bəy, uşaqlıqda məsələn biz eşidirdik də ki, deyirdilər dinsizin öhdəsindən imansız gələr. Yəni imanı belə dindən üstün tuturdular. Çünki bəzən baxırsan insan dindədir, amma imanı yoxdur. Amma bəzən də baxırsan ki, din anlayışı o qədər də onda qabarıq. Yəni çox kitab oxumayıb, bəzi rituallar, amma içində elə bir eşq, elə bir iman. Yəni belə deyim, başa düşür ki, haqqa girməmək lazımdır. Yetimin malını yeməmək lazımdır. Yəni bunu hansısa kitabdan oxumayıb, bu bunun içində var. Dürüst olmaq lazımdır. Bax ona görə o sualı verdim ki, yəni o iman anlayışı. Bu ata sözündəki dinsizin öhdəsindən imansız gələr. Orada sinonim anlamdadır. Yəni yaramazın öhdəsindən başqa bir yaramaz gələr. Bu anlamdadır. Onlar sinonim kimi görürəm mən onları. Gerçəkdən də Allah bir yaramazı o biri yaramazla neytrallaşdırır. Mən bunu həyatda da dəfələrlə görmüşəm. Bəzən fikirləşsən ki, bu yaramazı Allah böyüdür. Niyə böyüdür? Ona lazım olacaq. Bir başqa yaramazı cəzalandırmaq üçün. Ona görə də
Allaha bütün səviyyələrdə onun işini görəcək adamlar lazımdır. Müsbət və ya negativ formada. İstəsə də, istəməsə də hər kəs Allaha xidmət edir. Hətta üsyan eləyən şeytan belə. O da əslində Allahın yolunda işləyir, özü də bilmədən bu insanları çaşdırmaq həvəsi ilə, belə bir mifoloji düşünsək, əslində insanların saf çürük edilməsi missiyasına xidmət edir. İman asan olsaydı, həqiqətə gəlmək asan olsaydı, bunun bu qədər dəyəri olmazdı. Allah bunu bahalı eləmək üçün sınaqlı yola çeviribdi. Çox bahalı bir şeydir. İnsan da belə bir şeydir ki, ona bir şeyi pulsuz verəndə, çox dəyərli bir şeyi pulsuz verəndə qədrin bilmir. Həmən şeyi ona bahalı verirsən, onda başqa cür baxır. Bir Yapon zen ustadı olubdu, bu çay verməklə məşğuldur. Bilirsiniz, Yaponlar həqiqəti hər bir şeylə ifadə eləyə bilirlər, o cümlədən çay süzməklə də. Bunun da bir çayxanası var idi, səyyar. Bütün dəstgahını yığırdı, belinə aparırdı. Bir yaxşı bir ağac çiçəklənəndə, sakura falan, onun yanında bir səyyar çayxana düzəldirmiş. Adamlara çay verirmiş. Amma çayla yanaşı özünün ünsiyyətini də təqdim edirmiş. Müəllimin ünsiyyəti həmişə böyük bir lütfdür. Onu görə bilən gözlər üçün. Bu da belə bir adam idi. Başa düşür ki, bunu görməlidirlər də adamlar. Çox maraqlı bir lövhə yazıb qoymuşdu dəstgahının yanına. Mənim çayıma görə, indi mən bizim meyarlara çevirəcəm bunu. Mənim çayıma görə 10 qızıl da verə bilərsiniz. 10 manat da verə bilərsiniz. 10 qəpik də verə bilərsiniz. Pulunuz yoxdursa, elə-belə içib gedə bilərsiniz, halal xoşunuz. Axırda da bir remark. Çox üzr istəyirəm. Daha əlverişli iqtisadi şərtlər suna bilməyəcəm sizə. Bilirsiniz bu nə deməkdir? Allah öz elmini havayı da verir. Pulla da verir. Böyük bahalıqla da verir. Bunu götürən yoxdur. Bu eyni şeydir. Eyni məhsuldur. Amma onu götürən yox. Niyə sizcə? Çünki pulsuz olanda deyir ki, bu yaxşı bir şey olsa bu mənə verməzlər ki. Düşünürsünüz? Yox, mən gərək gedəm bunu Amerikada alam. Okeanın o üzünə qədər üzəm, bilet pulu xərcləyəm, gedəm onu orada alam. Burada bunu verirsən, Abşeronda götürməz. İnsan elə bir ki, ucuz bir şeyə inanmır. İnanmır ki, Allah buna bu lütfü verə bilər. Pulsuz da verə bilər. Çox baha da verə bilər. O sənin qalacağına baxırsan, bu neçəyə alacaqsan, nə qədər dəyərləndirəcəksən. Ona görə Allah öz yolunu ümumiyyətlə çətinləşdiribdir. Yəni, egzistensial olaraq həqiqəti tapmaq çətindir. Çünki sonsuz dərəcədə asandır. Asanlıq özü çətinliyə dönüşübdür. Bir hindlilər deyir ki, sən deyir, həqiqətə çatanda anlayacaqsan ki, bütün ömrü boyu boğaza qədər suyun içində olmusan, mənə su verin deyə bağırmısan. Bax, belə bir gülünc vəziyyətdə olmusan sən. Yetərdir ki, ağzını kənara eləyib oradan içəydin. Boğaza qədər suyun içindəsən. Amma belə asanlıq özü çətinliyə dönüşübdür. Və bu da real çətinlikdir. Müəllimlərin də işi o çətinliyi asanlaşdırmaqdır. Hansı da asan olanın asan olduğunu ona göstərmək. Orada da gərək pedaqoq olasan. Təbii ki. Onu anlayan, görən göstərə bilir. Bəli. Görməyən yaşayan. Bax, məsələn, biz alimlər yaradırıq da, teoloqlar. Bunlar hədis ədəbiyyatını gözəl bilirlər, Quran hafizi olurlar, digər dinləri bilirlər. Hansı alimlər nə deyib, hansı təfsirçi nə deyib, hamısını bilirlər. Əməlli başlı gəzən ensiklopediyadılar. Amma özü görməyib deyə bir görən, o bir görənə nəsə deyib, bu da bunları əzbərləyibdir. Göstərə bilmir. Çünki yaşamayıb bu hissləri. Ona görə həqiqətlə bilavasitə təması olmuş bir adam çox rahat göstərə bilir. Görən göstərir. Amma başqasının təsvirini oxumuş adam, məsələn, siz bir şəhərdə olmamısınız, amma səyyahların kitablarını oxumusunuz o şəhər haqqında.
siz həmən şəhər haqqında nə qədər danışsaz da kiməsə, həmişə burada yalan olacaq. Və yaxud da xizək üzərində heç bir zaman durmayan adam xizəyin haqqında ki, onun o keçirtdiyin hisslər mümkün deyil. Yəni onu o anları yaşamalısan. Müşfiq bəy, siz ilk dəfə Quranı əlinizə alanda, ilk dəfə siz xatırlayırsınız hansı hissi keçirtdiniz? Nə hissi keçirtdiniz? Bu uşaqlıq vaxtı idi. Qorxu hissi keçirtdim. Çünki evdə həmişə deyirdilər ki, yəqin ki, əl vurmaq olmaz və yaxud da götürmək olmaz. Yox, mən elə bir dini ağırlıqlı bir ailədə böyüməmişəm. Kitab idi. Digər kitablar kimi. Kraçkovskinin tərcüməsini aldım. Bir yekə ayələrdən bir şey başa düşmədim. O surələrdən. Amma bu qısa surələrə doğru getdim. Onlar həm belə tutumlu, həm qısadır. Gördüm ki, ürəyimdə xof artır, qorxu artır. Belə mistik bir dəhşət sanki tutdu məni. Dedim, bu nə qəribə sətirlərdir, bu nə qəribə poeziyadır, bu nə ehtiraslı, emosional cümlələrdir. Neçə yaşınız var idi? Bilmirəm, indi 9 idi, 10 idi, deyə bilmərəm. O həyəcanlı şeylədim və qatladım, qoydum kənara. Sonra 40 yaşım ərəfəsində, ya 40-dan sonra oxumağa cəhd elədim. Bir neçə dəfə bu nədir bu? Anlaya bilmirəm, bu nə cəfəngiyatdır, nədir bu? Yəni bir rasional təhsil şeyində tərbiyəsi almış bir adam üçün yaxşı oxuyurdum mən. Açar tapa bilmirdim. Sonra nətərsə alındı. O da mənim rasional idrakim krizizə gəldi, çıxdı. Müdafiə eləmişdim, fəlsəfə doktoru olmuşdum. Əvvəl biraz belə öyündüm elədim. Sonra baxdım, gördüm ki, heç mənim ürəyimi isitmir bu. O 40 yaşın krizisi deyirlər. O böhran vəziyyəti ağlımın da böhranı oldu. O böhranı yaşadım. O vaxtlar oxuduğum yaxşı kitablar vardı. Mənə deyirdilər ki, narahat olma, böhranın içindəsənsə böhranda ol. Biz adamlar həmən xoş yol axtarmaya. Adam həmən böhrandan çıxmaq istəyir. Qəribə təfəkkürdür. Gedir bir adam tapır ki, məni böhrandan çıxarın. Lap belə kimyəvi vasitələrlə də olsa çıxmaq istəyir o böhrandan. Araq içirlər, nə bilim, narkotik vasitələrə şey deyirlər, qurşanırlar. Nəyin bahsına olsun böhranlar? Çıxmayın, olun o odun içində. Bu çörək də bu odun içində olmalıdır ki, bişsin də. Bu böhran çətindir, amma orada olmaq lazımdır. Ana da uşağını doğanda böyük bir ağrılar, sancılar içinə düşür. Neynəsin, çıxsın prosesdən? Çıxırlar, deyir, mənə kesarevo edin. Rahat məsəl üçün bu prosesi keçmək istəmirəm. Çox böyük fayda var o prosesi doğru, düzgün keçməkdə. O böhranlı illərimdə mən başa düşürəm ki, çox önəmli idi. Sevməlidir insan. Özünün hər halını sevməlidir. Kal hallarını da sevməlidir. Sən özünün kal hallarını sevməsən, yetişmiş hallarının da sevincini doğru düzgün yaşamayacaqsın. Ağacın fərqli mərhələləri var da, bunun tumurcuqlanma halı var, çiçəklənmə halı. Çox kasıb görünür tumurcuqlu vəziyyətdə ağac. Amma çiçəkli vəziyyətdə necə şahanədir, meyvəli vəziyyətdə necə belə bəhrəli görünür, eləmi? Amma onun o biri kasıb vaxtları da çox zəruridir, müqəddəsdir. İnsan özünün böhranını sevməliymiş. Nəsə biraz üstündə durdum. Bax, o böhranlı şeylər, hallar sonra gəldi, təbii bir şəkildə keçdi. Hazır elədi məni bu kitabı oxumağa və mən aldım bir uzun bir günlər, elə bir ki, bir neçə ay Yasin surəsini təkrar oxudum. Təkrar sonra açdım o bir surələri oxudum. Rusça oxuyurdum özdə. Birdən söküldü də, corab sökülməyə başladı. Hansı surəni oxuyanda? Nur surəsindən. Nurda. Dedim bayaq. Nur surəsindən corab sökülməyə başladı. İşıq qəlbimizi aydınlatdı. O da mərkəzi surə imiş. Bəli. 24-cü surə. Biz bunu mərkəzi surə elədik deyə bir ayəsi də var. Neysə, belə oldu da şükür Allah. Nur surəsi demişkən, bəs niyə bir çox Quran oxuyub, o Nur surəsini də oxuyub, bir çox dindarların qəlbi nurlanmır? Bu proses həmişə individualdır. İnam prosesi, məsələn, elm
ictimai məsələdir. Sənin hansı məqamda olduğun önəmi yoxdur. Yaddaşı biraz işlət, biraz qal dərsdən sonra məşğul ol, anlamadığını anlayacaqsın. Dini həqiqətlər isə tamamilə fərdidir. Peyğəmbər belə olsan, özün gəlib çatdığın əminliyi evladıva belə ötürənməzsən. Məsələn, Nuh Peyğəmbər ötürə bilmədi evladını. Yaqub Peyğəmbər o qədər oğlanlarına ötürə bilmədi. 2 oğlundan başqa. Cinayətkar oldular. Pis mi tərbiyə görmüşlər? Yox, yaxşı tərbiyə görmüşlər. Amma ötürmək olmur. Çünki bu individualdır. Onlar da gərək çox böyük peşmançılıq yaşayaydılar, qardaşları Yusifə qarşı o zülmü eləyəydilər, uzun illər onun ürəklərində daşıyaydılar, sonra çox pərt olaydılar, Yusifin ehtişamını görəydilər, Allahın onu nə qədər lütfləndirdiyini görəydilər, çox peşman olaydılar, ondan sonra gələydilər. Olan ki, biraz uzun idi. Yenə də individualdır da, bu fərdidir. Hər kəsi Allah bir yolla aparır və sənə verdiyi dəlil başqasına dəlil olmayacaq. Mən indi məsələn öz dəlilimi dedim də, birdən ürəyim əridi orada ki, dedim, bu kimsə yaxşı adamdır. Mən ona inanmasaydım o müəllifə, oxumaz. Ondan sonra mən məsələ, ümumiyyətlə, biraz ondan əvvəl də elə idi məndə, oxuduğum müəlliflərdə həmişə sətirlərin arasında adamın ürəyini oxuyuram. Sonra maraqlanıb bioqrafiyasını oxuyurdum həmişə adamların. Ki, bu müəllif kimdir, necə yaşayıb? İndi bizim bəzi müəlliflərimiz deyir ki, müəllifə baxma, onun əsərinə bax. Bunlar başa düşmürlər ki, sənin ağzından çıxan hər bir söz sənin bütün bioqrafiyavın izini daşıyır. İnandırıcı olmalıdır. Təkcə özünün də yox, valideynlərin belə izini daşıyır. İndi nanotexnologiyalar var da, sən məsəl üçün əlvi toxundurmusan hansısa bir maddəyə 2 ay əvvəl, sən demə, sabunla da yuyulmurmuş, təsbit eləmək mümkündür. Sənin yaşadıqların ki var, sənin ata-babalarının yaşadıqları ki var, onlar sənin sözlərində iz buraxır. Həssas qəlblər onu bilir. Ona görə məsələn, mən bir müəllifi uzun illər oxuyardım. Bir 10 il Tolstoy oxudum məsələn. Onun bütün səhvləri, bioqrafiyası qoxluya-qoxluya oxuyurdum. Sonra o metodika ilə Quranı da qoxluya-qoxluya oxumağa başladım və məndə biraz fərqli oldu. Mən həm də bütün şərqin digər dinlərinin müqəddəs kitablarını da oxumağa başladım. Ona görə bəziləri qızır deyir, bu Buddadan, Konfutsudan sitat gətirir. Bəli, mən Allahın lütfünün başqa ölkələrdəki təzahürlərini də eləcə qoxluya-qoxluya öyrənmişəm. Ki, bu Allah deyir Quranda ki, mən başqa xalqlara da bu şeyləri vermişəm. Məntiq də eynidir. Yəni necə ola bilər ki, Ərəbistanı sevir, İsraili sevir, o biri xalqları, Hindistan, Çin kimi çox saylı xalqları sevməyibdir, onları boşuna buraxıbdır. Elə egoizm mi olar? Mən şu düşüncəyə girmərəm. Və oxuyub baxıb görsən ki, Allah öz elmini bütün xalqlara veribdir və onun elminin kvintessensiyası budur. Xardal toxumu boyda pislik eləsən, yolva çıxacaq. Yaxşılıq eləsən də yolva çıxacaq. Ağlın olsun, çoxlu yaxşılıq elə, pis əməllərin üstünü ört. Çox qorxursansa, hər pis əməlin üstündə bir xeyr əməllər kurqanı yarat. Biz bağışlayarıq bunu, biz əvəzləyərik bunu. Quranda bunun sözü var. Digər müqəddəs kitablarda da bunun sözü var. Pis əməli yaxşı əməllərlə ört günə. Sən səhv eləyirsən, sən cahilsən, sən qaranlıqdan işığa doğru gedən bir varlıqsan. Sən səhv eləyə bilərsən. Nətər situasiyanı düzəldəsən. Allaha sarı getmək öz hesabını düzəltməkdir, mühasibatlığını düzəltməkdir. Pis və yaxşı əməllər arasında. Bunu qədim Misirdə də bilirdilər, bilirsiniz. Axirətə gələn ürəyini təqdim edirdi Allaha, deyirdi, bax, mənim ürəyim bu vəziyyətdədir, mən gəlmişəm. Mən valideynləri incitməmişəm, mən israfçılıq eləməmişəm. Çox təəccüblənərsiniz. Oxusaz Misirin Ölülər kitabını. Bu bilgi hər yerdə olubdur. Yalnız egoist təfəkkür deyir ki, bu ancaq bizdədir. Onlar da təkəbbürlərini öz yollarına translyasiya ediblər. Belə də öyünmə əməlidir, başqa bir şeydir. Şəfiq bəy, deyirsiniz, oxuyanda fikirləşdim ki, bunu çox yaxşı bir adam yazıb.
o yaxşı adamı necə təsəvvür eləyirdiniz o vaxt və indi də adam kimi təsəvvür eləyirsiniz, yoxsa Yox, təbii ki, artıq ki o ali bir qüvvənin uşaqlıq gücünə? idi, uşaqlıq. Sən başa düşürsən ki, Allah heç bir təsəvvürə sığmır. Amma o bizi ilə insanilik dilində danışır. Məsələn, ən çox tənqid olunan ayəsi belə Əbu Ləhəbin əli qurusun. Bu bir ananın bir qarğışına oxşayır. Ki mən onun əllərini yaratdım ki, xeyir işlər görsün, əli qurusun, o əllərlə nə qədər pis iş gördü. Hələ bir arvadı da ona kömək elədi. Yəni bu tamamilə insanilik dilində yazılmış bir uyarıdır. Bizim anlayacağımız dildə. Və bir ayədə deyir, bu adamlara nə olub? Söz belə anlamırlar. Çox əyilmişik, ona görə anlamırıq. Allah bizi ilə insani dildə danışır deyə bizə də onu ilə insan dilində danışmağı buyurur. Fatihə surəsi bizim ondan istəyəcəyimiz arzudur. Biz də orada insanca o ilə danışırıq ki, Allahım, ey din gününün yiyəsi, bizi doğru yola yönəlt. Bax, o nemət verdiklərimin yoluna yönəlt. Bu bir insani diyaloqdur. Səmimi. Ona görə istər-istəməz biz onu biraz insanlaşdırırıq. Amma aydın məsələdir ki, o bütün formalardan, obrazlardan yüksəkdir. Bunu da başa düşürsən. Amma belə də biraz insani dildə danışırsan, sən bu dili bilirsən, Allah da səninlə bu dildə danışır. İnsan dilində. Ərəbcə yox, farsça yox, ingiliscə yox, türkcə yox. İnsan dilində, qəlb dilində. Ona görə qəlbini oyatmamış adam dilsizdir. Əsl lal qəlbin dilini anlamayan adam. Müşfiq bəy, bax, belə deyim də, bütün səmavi kitablar əslində insana yaxşılıq eləməyi buyurur da. Niyə hamı yaxşılıq eləyə bilmir? Niyə ki, paylaşa bilmir? Mən yadımdadır, uşaq idim, evdə eşidirdim, deyir, əkinçi belə toxumu səpəndə deyir, bu qurdum, bu quşum, bu mənim. Bu qurdum, bu quşum, bu mənim. Bax, niyə o paylaşmağı bacarmırlar da? O yaxşılıq eləmək özü də paylaşmaq da axı. Sən enerjinlə paylaşırsan, mal varlığından paylaşırsan. Bax, və dinlərin kökündə bu paylaşmaq hissi durur. Niyə insan paylaşa bilmir? Allahı tanımır. Elə bilir ki, azdır resurs. Bitəcək. Qutaracaq. Məsələn, uşaq anasının südünü acgözlüklə əmər. Və qardaşını, bacısını da qısqanclıqla qavlayar. Yeni doğulan qardaşını, bacısını ki, anamın məhəbbəti gedəcək buna da, bizə qalmayacaq. Və insan nə qədər Allahı tanımırsa, bir o qədər bu klişenin içində çabalayır. Ki, resurs azdır, mənə çatmayacaq və bu cəhalət onu belə bu cür oğru belə eləməyə çalışır. Oğru belə olmağına məcbur eləyir, təhrik eləyir. İnsan elə bilir ki, acından öləcək, namusunu satır, dostlarını satır. Acından ölərəm birdən. Şeytan sizi aclıqla qorxudar, deyir Quran. Resurs çatışmazdır. Sən Allahı dərk eləyəndə başa düşürsən ki, Allah sonsuz resursların sahibidir. Resurs əslində çoxdur. Siz təsəvvür edin ki, bu sənaye inqilabından sonra bir inqilab da oldu, informasiya inqilabı. Və bəlli oldu ki, təkcə sən polad sata bilməzsən, informasiya belə satarsan. Onu belə Allah resursa döndərə bilər də. Resurs çoxdur. İndi virtual ölkələr belə yaradırlar, onu sakinlər doldururlar sakinlərlə. Təsəvvür edə bilirsiniz, real deyil bu. Resurs, hələ bu bizim insan ağlının kəşf elədiyi resurslardır. Resurs çoxdur Allahda. Sonsuz qüdrətə malikdir və o istədiyi qədər verə bilər. Bunu anlayandan sonra insan yaramazlığı buraxır. Əks halda o növbədə çalışır ki, qonşusunun qabırğasını qırsın, çörəyi alsın. 90-cı illərdə çörək şeyləri var idi. Qıtlıq, talonla verirdilər. Növbələri var idi. O növbələrdə mən baxırdım ki, çox hörmət elədiyim adamlar belə evə çörəksiz gəlməsin deyə basıb uşaqları, pensionerləri sıxışdırırdılar. Neçə adam qabırğaları qırılırdı orada. Çünki insanlar fikirləşirlər ki, çatmayacaq mənə.
mənə çatmayacaq və o təfəkkürdən çıxır. Bu çox çətin bir şeydir. İnsan Allaha inam təfəkküründən çıxış eləsin. Allah Quranda deyir ki, evindən bayıra çıxmayan varlıqları belə biz yemləyirik. Belə bir ayə var. Yəni, siz özünüzü çox öldürürsünüz. İncildə İsa Peyğəmbər deyir ki, çox narahatsınız, amma baxın, quşların belə rozisi bitmir. Çöldəki çiçəklərə baxın, deyir. Süleymanın libaslarından daha şahanədir onların libasları. Çox narahatsınız, acından ölərik deyə. Və bütün mənəviyyatımız da bunun ətrafında fırlanır. Bu resurs azlığından biz səxavətə girəmirik. Ona görə Allah bizi tərbiyələndirməyə başlayanda deyir, gedin xeyir əməllər eləyin. Xeyir əməllər mənə görə dinin başlanğıcıdır. İnsan xeyir əməl eləmirsə, namaz qılsa belə yanlışa gəlib çıxacaq. Maun surəsi onun üçündür. Namaz qılır, amma yetimi itələyir. Başa düşürsünüz? Xeyir əməl öndədir. Xeyir əməl eləyin ki, biraz qəlbiniz genişlənsin. Sən özündən ayırırsan, verirsən. Sənə Allah zorla səxavət öyrədir. Bu biraz tibbdə süni nəfəs verməyə oxşayır. Mən yadıma gəldi, ilk xeyir əməllərə gedəndə mənə çox süni gəlirdi. Mən öz pulumdan aparıb verib, nə praktikadır belə. Bu nə, bu tamamən sünilikdir. Mən özüm bunu istəyirəm, bir şey alım. Allah da sonra Quranda deyir ki, gözünüz də qalsın onda. Təbiidir. Yəni, əvvəl belə edirsən. O valideynlər bəzən uşağa deyirlər ki, ya, oyuncağı ver, qonaq gəlmiş uşağa da biri. O da belə istəmədən verir. Ürəyi ağlayır, amma oyuncağını verir. Təxminən bu cür olur bizim xeyir əmələ girməyimiz. Və bu sünidir ilk əvvəl. Amma sənin ürəyin o qədər xəsislikdə bərqərar olub ki, daşdaşıb o ürəyi reanimasiya eləmək lazımdır. Yavaş-yavaş bu açılıb yumulmalıdır, bu ürək vurmalıdır. Aldığın dərəcədə də verməyə öyrənməsi. Biz elə almolla olmuşuq. Biz verməyə alışmamışıq. Maalesef. Və səxavətlə Allah bizim ayarlarımızı dəyişdirir. Biz verməyi öyrənə-öyrənə səxavətli olanın məntiqi ilə düşünməyə başlayırıq. Səvirirsiniz, adamlar bir-birinə günəş altında yeri belə layiq bilmirlər. Paxıllıq, təkəbbür nədir? Təkəbbür paxıllığın ifadəsidir. Məndən başqa böyük ola bilməz. Məndən başqa bilikli ola bilməz. Biri məsəl üçün danışır, ağlı deyir. Amma nə də yekə-yekə danışır orada. Güya sən bir şey bilirsən, yazırlar mənim videolarımın altından. Başa düşürəm ki, xəsis təfəkkürün ifadəsidir. Qısqanır. Deyirəm, o tanıdığım adamsa deyirəm ki, sən də bir kanal aç, danış. Günəş altında yer çoxdur. Deyə bilmir. Amma hirslənir. Təkəbbür xəsis təfəkkürün ifadəsidir. Ona görə deyirəm ki, get səxavət praktikası ilə məşğul ol, get sədəqə ver, get zəkat ver, yavaş-yavaş ürəyin başqa cür vursun, təfəkkürün də dəyişsin. Bu təkəbbürdən qurtararsan onda sən. Təkəbbürün səni girov alıbdır, xəbərin yoxdur. Həqiqəti də dərk eləyənmirsən o ürəklə sonra. Ona görə xeyir əməllər çox önəmlidir. İnsanın ayarlarını dəyişdirib Allahı anlamağa yaxınlaşdırmaq üçün. Biz həp paxıllıq və xəsislik gözü ilə baxırıq dünyaya. Allah isə bizə səxavət və cömertlik gözü ilə baxmağı öyrətmək istəyir. Yalnız səxavət və cömertlik gözü ilə baxdıqda sən Allahı anlamağa başlayacaqsan və huzur tapacaqsan. Ay, bundan başqa heç nə yoxdur, mənim əlimə gəlib bu düşüb, başqası olmayacaq. O adamı hər şeyə gətirib çıxarır, hər yaramazlığa gətirir. Atalar sözlərinə necə ümumiyyətlə fikirləşirsiniz ki, ataların dediyi hər şey doğru olub? Məsələn, bu mövzu ilə deyir, qarın qardaşdan irəlidir. O düşüncədə ataların, yəni belə deyim, gələn o genetika, o necə, məsələn, bax bu paylaşmaq, sədəqə. Orada ironiya var da. Hə, yəni ironiya ilə deyiblər onu. Qarın qardaşdan irəlidir, İnsanlar məntiqi ciddi anlayıb amma. Hə, əslində atalar misallarının çoxsunda çox böyük müdriklük var. Əksəriyyəti də Quran ayələrinin üstünə düşür. Nə tökərsən aşıva, o da çıxar qaşıva.
O həmən o xardal toxumu söhbətidir. Heç yerə qaçmayacaq. Nə eləmisənsə odur. Biz insanın aqibətini onun çabalarına bağladıq. Bu ayənin təfsiridir. Ona görə əksər atalar misalı mənim üçün müdriklük əlamətidir. Bir də ironiklik olan var. Palaza bürün, ellə sürün, məsələn. Böyük bir mənəviyyata çağırış deyil, amma bu ironiyadır. Palaza bürün, ellə sürün, hə? Qarın qardaşdan irəlidir, hə? İroniya ilə verəndə rəngini alır. Başa düşürsən ki, atalar bu negativ senariləri də bu cür acı-acı istəyiblər insanlara xatır. Nə də söz insan ağzında məna kəsb edir. Hətta Quran ayəsi belə yanlış ağızda tamamən eybəcər səslənə bilir. Həqiqət kimin ağzından qopursa, o söz də ürəkdən kökünü alır. Kimin ürəyindən səslənirsə, o rəngini də, o məzmununu da o zaman qazanmış olur. Elə belə insan ağzından kənar, onun məzmunu yoxdur. Məzmunu yoxdur. Məsələn, Budda üçün deyirlər ki, onun bir tələbəsi gəlir, deyir ki, müəllim, getdim filan kəndə, sənin hikmətlərindən belə danışdım. Belə dedim adamlara. Yaxşı demişəm. İstəyir ki, müəllim ona bir afərin desin. O da baxır, deyir ki, sözlər doğrudur, amma sənin ağzında çox yanlış səslənir. Çox önəmli bir remarkdır. Bəzi adamlar özünün əyri qəlbini doğru sözlər arxasında gizlətməyə çalışır. Amma görən gözlər üçün o əyrilik heç yerə getmir. Və Allah ürəkləri oxuyandır. Doğru söz, doğru qəlblə birləşəndə çox böyük bir gücə çevrilir. Məsələn, natiqliyin gücü də budur. Konfutsi deyərdi ki, nitqdən yalnız ifadəlilik tələb olunur. Yəni, bu o deməkdir ki, bəlağətli trüklar əzbərləməyin, öyrənməyin, metodika falan. Natiqlik sənəti üzrə kitablar falan da yazırlar. Yoxdur belə bir elm. Çox yaxşı danışan adamdan diksinə bilərsən sən. Ürəyini düzəld. Sən ürəyin gözəllik məqamına, dürüstlük məqamına çatsa, o susanda belə çox bəlağətli hikmətlər danışacaq. Yəni, sözlər gücünü ürəkdən alır. Biz ürəklə məşğul olmalıydıq. Biz həp zahiri ilə məşğul. Məhz makiyajla məşğul. Makiyajla məşğul. Gözəlliyin mənbəyi isə ürəkdir. Ürəyin makiyajı nədir? Ürək makiyajı yox. Ürək çox çılpaq bir strukturdur. O makiyaj sevmir. Ya ölür. Ürək elə bir şey, mən bir-iki dəfə dedim bunu, ürək elə bir ki, Allahın elçiliyidir. Oranı zəbt eləmək mümkündür. İnsanın ağlını zəbt eləyə bilərsən, əlini, qolunu zəncirə, falaqqaya vurarsan, insanın ürəyinə sahiblənəməzsən, öldürə bilərsən ancaq. Quran da bunu belə deyir. Hər elədiyiniz pis əməllə sizin ürəyiniz daşlaşır, anlamaz olur. Ürək səfirliyini bağlayıb gedə bilər. Amma alayarımçıq və ya şikəst işləməyəcək. Ona görə əslində insanın həqiqətə gəlməyi də bu. İnsan ürəyi həqiqət yeyəndə çiçəklənir. Ona görə həqiqətlə bəsləyəsən. Hər gün bir səhifədə olsa səhər açıb Quran oxuyasın. İnsan ürəyinin çörəyi həqiqətdir. Ona görə həqiqət yeməyən adam heç vaxt böyük ürəyə sahib olmayacaq. Əxlaqa da sahib olmayacaq. Əxlaqın hansı rüşeymləri ola bilər onda? Böyük əxlaqı ancaq elmlə əldə edir insan. Məsələn, Çinlilərin müdriyi Konfutsi deyirdi ki, əgər birisi valideynlərinə sayğıda qüsursuzdursa, imperatora xidmətdə canını fəda etməyə hazırdırsa, beləsi haqqında desələr də ki, o savadsızdır, mən onu əsl alim adlandırıram. Çünki bu böyük əxlaqi səviyyəyə insan ancaq çoxlu həqiqət yeyərək gəlib çıxa bilər. Çoxlu həqiqət yeməlidir. İsa Peyğəmbər deyirdi ki, təkcə çörəklə ayaq üstə qalmır insan.
Allahın sözü ilə ayaq üstə qalır. Ona görə həqiqət yeməyən, həqiqəti tapmayan adam əxlaq əhli də olur. Yalandan belə rüşeymi ola bilər. Hansısa bir nöqtədə yaxşı bir sunma veriləndə satılır. Qiymət var sadəcə onun. Ona görə qəlbi həqiqətlə gərək bəsləyəsən, o da böyüsün, çiçəklənsin və səni xoşbaxtlığa çatdırsın. Sən həqiqətdən məst olub xoşbaxt olursan. Həqiqi xoşbaxtlıq da budur. Həqiqətin sevincinə çatsın. Əxlaq sözünün kökü ərəb dilində xələqə, xaliq. Demək ki, xaliqi Xaliqin sifətləri ilə sifətlənmək. Xaliqin rənginə boyanmaq. Ondan elm aldıqca onun rənginə boyanırsan. Sədi gül satan oğlana çiçək satan yaxınlaşır deyir. Bu çiçəyi satıb bundan gözəl nə alacaqsan? Göşüşürüz. Bax, sizcə biz indi nəyi satıb nəyi alırıq? Bilmirik axı. Biz bu bazarda çox vaxt əfəl rolundayıq. Bizi şeytan həp aldadır. Həp bizi boş əllə buraxır. Ona görə də Allah deyir ki, bu qədər də rəzil olmayın da bir açın öyrənin kitab, dəftər. Qələm surəsi onu deyir ki, Allah insanı qələmlə öyrədir. İnsana təəccüblü gəlir ki, məsələn, it pişik dünyaya gəlir, onun xüsusi bir təlimə ehtiyacı yoxdur. Bu insan niyə təlimdən keçməlidir ki? Necə varsa yaşayaq da, Allah xəbərdarlayır. Necə varsa olmayacaq. Sən belə, nə deyim, Ikea mebel kimisən, sənin bir instruksiyan olacaq, səni o ilə yığacaqlar. Özün özünü yığacaqsan bir də. Sanki bir Allah səni dəvət edir ki, sən də bir özünün inşasında məşğul ol ki, mələklərin inşası, yalnız mələklərin, Allah tərəfindən. Allah onlara nə öyrədibsə, onlar ancaq onu bilirlər. Onlar günah işlətmirlər. Amma insan özü gəlir bunun hamısını qazanır. Onun böyüklüyü bundadır. O qaranlıqdan işığa doğru özü gəlir. Gəlmək istəyirsə gəlir. Tapa bilirsə ki, bu detalı bu ilə birləşdirmək lazımdır, birləşdirir. Quranda deyir, onlar ki, birləşdirmək lazım olan şeyləri birləşdirərlər, ayırmazlar. Mən Ikea modeli oradan gəldi ağlıma ki, gərək biləsən ki, nəyi nə ilə birləşdirəsən. Bu da bilirsinizmi nədir? Sözü əməllə birləşdirəsən gərək. Fikri də sözlə birləşdirəsən gərək. Arada boşluq olursa, riya orada olur. Adamdır, məsələ, fikri başqadır, sözü başqadır. Məsələn, fikri odur ki, səni yolundan silmək istəyir. Fikri odur ki, məsəl üçün, həsəd aparıb ki sənə, nifrət edir sənə. Amma səni vurmaq üçün başlayır sənə tənqid eləməyə. Deyir ki, mən səni mükəmməlləşdirmək istəyirəm, adını belə qoyur. Başa düşürsünüz? 37-ci ildə hamı bir-birini güya mükəmməlləşdirmək üçün tənqid edirdi. Yox, bu doğru deyil. Bir-birlərini məhv edirdilər. Sadəcə olaraq. Amma bu niyyət qalırdı arxa planda. Fikirlə söz arasında fərq var. Bir də sözlə əməl arasında fərq var. Bizim Zərdüş babamız hələ bunu buyurub bizə, Azərbaycanlara ki, təmiz fikir, təmiz söz, təmiz əməl vəhdətinə nail olun. Bütün dinlərin açarı da budur. Böyük bir vəhd ki, fikri sözdən, sözü də əməldən ayırmaqla təkcə bunu diqqətində saxlamağın səni səadətə gətirib çıxarır. Diqqət elə nə qədər bu ayrı. Birdən ağlına gəlir ki, xeyir əməllər eləmək lazımdır, qoy mənə də bir meçanat tanısınlar. Amma məsəl üçün fikri o deyil. Niyyəti var. Niyyət başqadır, reklamdır. Amma budur, bunu gizdində eləginən də, doğrudan da istəyirsənsə sən bunu eləmək. Allaha inanmır, deyir ki, o insanlar da bilsinlər. Tam Allaha inanmaq yolçuluğu bir başqa bir əxlaqdır. Ki, görməyəndə belə elədiyim şeyi o görür, mənə bu bəsdir. Allaha təvəkkül eləmək fəlsəfəsi ümumiyyətlə çox geniş yayılmış şeydir. Bunun söhbəti geniş yayılıb, özü yox. Müşfiq bəy,
tək anınız olur yenə? Təbii ki, biz tək gəlib tək gedirik də. Onunla olan tək anınız. Hiss eləyirsiniz ki, tək deyilsiniz. O yanınızdadır. Məndə biraz fərqlidir bu. Yəni, hiss keçirərəm normalda. Amma birdən onun həqiqətini dərk eləyəndə bir sevinc və bir dərinlik perspektivini görür, qəlbim çox sevinir. O sevinc hissində onunla bir vəhdət kimi bir şey hiss edirəm. O həqiqəti dərk etmə səadəti. Bilirsiniz, elmi həqiqətlərdən ən yaxşı halda sən Evrika deyib qışqırıb, Arximet kimi düşə bilərsən küçələrə havamdan çıxıb. O sevinc ayrı sevincdir. Ruhani həqiqətin dərkindən alınan sevinc səni məst eləyib. Ona görə sufilər həmişə bunu şəraba bənzədirlər. Səni məst eləyir, ayılmırsan bundan, eşq oxşuyur bu. Və bu sənin taleyi qidalandırır. Hə, sənin də çətin günlərin olur, qorxulu günlərin olur. Amma o daima həqiqət yeyən, elə bir ki, daima ana südü içən uşağın vəziyyətinə düşürsən, bilirsən ki, sənin sığınacaq yerin nədir və sən o sözlərlə çox böyük bir sakitləşmə əldə edirsən. Yerini tanıyırsan da, sığınacaq yerini tanıyırsan və o səni qidalandırır ömrü belə. Ümumən ömründə bir sərməstliyi olur, həqiqət sərməstliyi. Onu yaşamamaq şeyi olanda çox belə narahatçılıq keçirirsən. O da su gələn arxa tez-tez gəlir adətən. İnamın böyüdükcə, yolun dərinləşdikcə həqiqətdən alınan həzzin də artır. İnsan həqiqət yeyəndə çox xoşbaxt olur. Təəssüf ki, adamların çoxusu yeməkdən başqa bir ləzzət tanımırlar. Bu ali bir həzz üsuludur. Səvirim ki, bu ariflər oturardılar məclisdə, deyirdilər ki, sağ bir şərabsız, o şərab dediyi bir həqiqət deginə məst olaq deməkdir. Onlar bunu bu cür tanıyırdılar. Həqiqət. Bu yaxınlarda bir çox ağıllı adamın kitabını oxudum, bir cümlə hələ ön sözdən oxudum. Dedim, ay bu nədir ya, bu nədir, bu nə gözəllik. Niyə görə o hissi yaşayırsan? Çünki adətən adamlar boş-boş sözlər yazırlar kitablarla, sətri-sətrə calayırlar, kitabı doldururlar, boyat düşüncələrlə. Burada birdən həqiqi parlaq düşüncə görürsən. Nur. Hə, nur. Əslində insan elə olmalıdır. Kitaba oxşamalıdır. Kitabı yazırlar ki, hesabatda yazsınlar ki, adamın 5 dənə monoqrafiyası çıxıb, 400 dənə məqaləsi. 400 dənə məqalə olar. Qorxaq cəsarətdən yazır. Namərd mərdlikdən. Özlərinin tərbiyəsini pozurlar. Siz insan olmadığı məqamdan, yaşamadığı şeylərdən danışırsa, çox maraqsız olur. Mən bunu orta məktəbdə anladım, dedim. Mən fikir verdim ki, ən maraqsız müəllimələr belə ərə getməyindən danışanda bütün sinif qulaq kəsilirdi. Çünki bu dəfə yaşadığından danışırdı. Səmimi danışdı. Səmimi danışırdı. Çox az adam tarixi prosesləri hiss eləyə bilir. Düşünürsünüz, tarix müəllimidir, danışır, maraqlı deyil. İlber Ortaylı niyə maraqlı idi? Onu yaşayırdı. Deyir, mən Avstriyada bu 30 illik müharibənin keçdiyi yerləri gedib gəzdim. Yalnız o coğrafiyanı ayaqla gəzəndən sonra təsəvvür elədim ki, bu nədir? Adamlar təsəvvürləmir ki, 100 minlik ordunu arxana taxıb harası səfərə çıxmaq nə deməkdir? Bunun yeməyi var, bunun həkimi var, bunun içməyi var, bunun atları var, bunun dəmirçisi var. Bu bütöv bir müəssisədir, yeriyir. Bu ağır bir işdir. Adamlar ancaq oxuyur, statistikadır. Döyüşdə bu qədər öldü. Bu statistika deyil. Ona görə bunu yaşaya bilən tarix müəllimi hiss eləyə bilən o tələbələrin yadında qalır. Fəlsəfədə də bu belədir. Adam filosof deyil, fəlsəfə alimidir, fəlsəfədən danışır. Sən özün həqiqətin dramasını yaşamamısansa, həqiqət sənin bioqrafiyanın elementinə çevrilməyibsə, evlənməyin kimi, kimə lazımdır sənin elmin? Onun bunun söhbətlərini, onun bunun qulağına daşıyırsan.
Səni elə çox yaxşıca süni intellekt əvəz eləyə bilər. Çünki sənin intellektin sünidir. Müşfiq bəy, çox sağ olun. Çox maraqlı söhbət oldu. Sonda arzulamaq istəyirəm ki, o tək qaldığınız anda həmişə bax o sevgini və eşqi duyasınız. Çox sağ ol. Çox sağ olun.